إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد، فإن أصدق الكتاب كتاب الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، وكل ضلالة في النار. Ve ba'd. Əziz müsəlmanlar, mən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Allahdan qorxu cənnətə daxil olmağa səbəbdir. Allah Azze ve Celle bütün əməlləri bizə şəriət olaraq buyurduqda bizdən əsl olaraq ondan qorxmamızı istəyir. Həmin əməllərdən təqvalı olmamızı istəyir. Və Allah Azze ve Celle, əziz müsəlmanlar, bizlərə göndərdiyi şəriətdə, Peyğəmbər sallallahu aleyhi və səlləmlə göndərdiyi şəriətdə yalnız bizim dünya və axirətimizə xeyir verən, fayda verən şeyləri əmr etmişdir. O şeylər ki, bizim dünya və axirətimizə zərər verir, orada dünya və axirətimiz üçün fəsad var, Allah Azze ve Celle o əməllərdən bizi çəkindirmişdir. Və Allah Azze ve Celle'nin bizlərə qorunmasını əmr etdiyi məsələlərdən biri də vaxtımızdır. Və vaxtın dəyərinə görə Allah Azze ve Celle Quran-ı Kerimdə bir neçə yerdə vaxtı and içir. Allah Azze ve Celle buyurur ki: "Vel asr innel insane lafi khusr." And olsun əsr vaxtına ki, hər bir insan ziyan içindədir. İllellezine amenu ve amilus salihati ve tevasav bil haqqi ve tevasav bis sabr. İman edib, salih əməllər işləyib, bir-birinə haqqı tövsiyə edib və səbri tövsiyə edənlər istisnadır. Və başqa ayətdə Allah Teala buyurur ki: "Vadduha", and olsun duha vaxtına. "Velleyli izə yağşə", and olsun bürüyən gecəyə. Allah Azze ve Celle baxın, bu vaxtlara and içir. Başqa ayədə "Vel fəcr", and olsun fəcr vaxtına. Əgər əzəmətli olan, aləmlərin Rəbbi olan Allah Azze ve Celle bir şeyə and içərsə, deməli, and içilənin əzəmətinə, əhəmiyyətinə, onun şərəfinə dəlalət edir. Əziz müsəlmanlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bizə vaxtın dəyərini, vaxtın qiymətini bəyan edərək buyurur ki: "Ni'mətəni məğbunun fihimə kəsirun minən-nas." İki böyük nimət var ki, o insanların çoxu o nemətlərdə aldanıblar, ziyana uğrayıblar. İnsanların çoxu deyir ki, sağlamlıq və boş vaxtdır. Baxın əziz müsəlmanlar, Rasulullah sallallahu aleyhi və səlləm demədi ki, bəzi insanlar, az bir insanlar demədi. Dedi ki, insanların çoxu bu iki nemətdə aldanıblar. Bu iki nemətin dəyərini vermədikləri üçün ziyana uğrayanlardandır. Ona görə insan vaxtının qiymətini bilməlidir. Və Həsən el-Basri rahimehullah deyir ki, ey Adəm oğlu, sən günlərdən ibarətsən. Əgər bir gün keçdisə, sənin bir hissən geçdi, səndən bir parça getdi. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, mənim həyatımda ən çox peşman olduğum gün o günümdür ki, o gündə əcəlimdən bir gün gedir, lakin əməlimdən heç nə artmır. Ən peşman olduğum gündür deyir. Həsən el-Basri rahimehullah deyir ki, onlar, yəni Həsən el-Basri kimi tabiin, onlar dedikdə səhabələri qəsd edərdi. Onlar deyir, vaxtlarına o dərəcədə xəsis idilər, həris idilər ki, sizin dinara, dirhəmə olan hərisliyinizdən daha çox idi onların vaxtı hərisliyi. Yəni, vaxtının dəyərini bilərdilər, vaxtlarını qiymətləndirərdilər. Sələf alimlərindən eləsi olub deyir ki, mən
illərlə oturub isti bir yemək yemədim deyir. Və mən deyir, yalnız nə inirdim? Yemək vaxtı yalnız mənə deyir, əllə deyir, yumşaq bulqa kimi, yumşaq yeməyi ağzımda çörəklə deyir, onun fərqi oydu ki, çörəyi çiynəmək üçün vaxt sərf etməyə gərəkirdi. Lakin o yumşaq ağızda əriyən o yeməyi bulqa kimi yumşaq bir şeylər yeyərdim ki, bu şəkildə bədənimin ehtiyacını ödəyim, yemək ehtiyacını ödəyim və eyni zamanda da vaxtım zay olmasın. Nəvavi Rahimullah deyir ki, mən həyatımdan bir anı belə zay etmədim. Vaxtımın hamısını ya qiraətdə, yaxud elm, təlim verməkdə keçdi, nəsə oxumaqla keçdi. Nəvavi Rahimullah gün ərzində 12 ayrı alimin dərsində iştirak edərdi. Vaxtlarını onlar qiymətləndirirdilər. Vaxtın dəyərini bilirdilər. İbn Qeyyim Rahimullah buyurur ki, insanın vaxtını zay etməsi, vaxtını hədər etməsi onun üçün ölümdən daha betərdir. Ölümdən daha şiddətlidir. Çünki deyir, ölüm səni dünyadan ayırır, dünyadan qırır. Lakin vaxtı zay etməksə səni Allahdan ayırır, Allahdan uzaqlaşdırır və Allah Azze ve Celle'nin zikrindən ayırır. Bu isə insan üçün deyir, ölümdən daha betərdir. Əziz müsəlmanlar, hər bir müsəlman vaxtının qiymətini bilməlidir və bilməlidir ki, vaxt onun hər bir şeyidir, vaxt onun həyatıdır. Sən o vaxtdan ibarətsən, onun hər anını, hər saniyəsinin, hər dəqiqəsinin qiymətini bil. Əziz müsəlmanlar, vaxtını insan Allah Azze ve Celle'nin zikrinə, Allah Azze ve Celle'nin ibadətinə sərf etməlidir. Əsas vaxtın sənin buna sərf olunmalıdır. Bəli, insan dünya işləri ilə də məşğul olmalıdır. Lakin sənə o vaxtı, ömrü bəxş edən Rabbin üçün o vaxtdan ayırmırsansa, deməli o vaxtın şükrünü verməmisən. Allah Teala Quran-ı Kerimdə buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Sənin yaradılış qayən Allah Azze ve Celle'nin ibadətini həyata keçirməkdir. Tək Rəbbinə ibadət etməkdir. Onu ibadətdə, əməllərində onu təkləşdirməyindir. Bəli, bundan sonra qalan vaxtını da səmərəli keçir, faydalı keçir. Lakin onu zay etmə. Dünya üçün, dünya qazancı üçün bəli, insan vaxtını sərf edə bilər. Lakin ömrünü ona fəna etməli deyil. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, وَمْشُوا فِي مَنَاكِبِهَا Dünyanın ətraflarında dolanın. Başqa ayda buyurur ki, وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا Dünyadan nəsibini unutma, payını unutma. Yəni o demək deyir ki, insan həyatını dünyaya sərf etsin. İnsanın əsas imarə etməsi gərəkən ahirət həyatıdır. Rasulullah sallallahu aleyhi ve sellem necə ki hədisdə bəyan edir, bizim sorğu sual olunacağımız gün 4 şeydən biri də vaxtımızdır. Rasulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Adəm övladı qiyamət günü 4 məsələ barədə soruşulmadıqca Allah Azze ve Celle'nin huzurundan heç bir yerə getməyəcəkdir. Birincisi, ömrü, həyatı onu nəyə sərf etdiyi barədə, ömrünü nəyə sərf etdi, vaxtını nəyə sərf etdi və ona görə də insan onun qiymətini bilməlidir və elminə necə əməl etdi, malını hardan qazandı, hara xərclədi və sonuncusu da bədənini, cismini necə qorudu. İnsan oğlu bu 4 məsələ barədə soruşulmadıqca Allah Azze ve Celle'nin huzurundan heç bir yana tərpənə bilməyəcək və bil ki, sərf etdiyin hər saniyə, hər dəqiqə sənin, əgər o Allah Azze ve Celle'nin itayətində yaxud sənin xeyrinə olan bir şey için deyilsə, bil ki, o sənin ziyanınadır. Çünki orada əgər o vaxtda zərərli bir şeylər edirsənsə, günahlar edirsənsə, əziz müsəlmanlar, bilin ki, onun hər bir anını, hər saniyəsini mələklər qeydə alır. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, مَا يَلْفَظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ Ağzından çıxan hər bir, tələffüz etdiyi hər kəlməni sağında və solunda yazan 2 mələk vardır. Bil ki, söylədiyin boş-boş söhbətlərin hər biri qeydə alınır. Rəbbin sənin söylədiyin hər kəlməyə görə səni hesaba çəkəcək
O hesab günündən qoruq. Vaxtını qiymətləndir, vaxtını dəyərləndir. Əziz müsəlmanlar, vaxtı dəyərləndirməyin əsas yollarından biri insanın salihlərlə, Allah Azə və Cəlləyə itayət edən insanlarla oturub durmasıdır. O insanlar ki, daima sənə vaxtını qorumağı xatırladır. O insanlarla vaxtını keçir, vaxtını zaya edənlərlə deyil. Həmçinin vaxtı qoruma yollarından biri sələf-i salihin həyatını oxumaqdır. Onların vaxta necə dəyər verməsini öyrənməkdir. İnsan bu şəkildə vaxta olan həvəsi, vaxta olan hərisliyi daha da artar. Sələflərdən birinin yanına daxil olurlar. Deyirlər ki, bizimlə 1 saat vaxt keçir. Bizimlə 1 saat vaxt keçir. Deyir ki, o göydəki günəşi görürsənmi? O günəş gedir, o günəşi tutsaqla, mən də vaxtımı sənə sərf edim. Əgər o günəşi saxlaya bilmirsənsə, mənim zay edəcək bir vaxtım yoxdur. Və onlar vaxt məsələsində sadiq idilər. Birinin, sələf alimlərinin birinin yanına daxil olurlar. Və o da kitab oxuyur, insanlar gəlirlər və bəzi dünya söhbətləri edirlər. Bitdikdən sonra deyirlər ki, halallıq ver, haqqını halal et, sənin vaxtını aldıq. Deyir, mən sizlə sadiq olacam, deyir. Bəli, siz mənim vaxtımı aldınız. Siz içəri girəndə mən kitab oxuyurdum. Sizin üzünüzdən filan vaxt qədər mən kitabımdan uzaq düşdüm, elmdən uzaq düşdüm. Biri var, insanlar toplaşırlar Allah Azə və Cəlləni zikr etmək üçün. Bəli, bu sən ibadətdəsən, zikr üçün bir araya gəlirsənsə, bəli, bu xeyirli bir toplanışdır. Lakin insan vaxtını zay etmək üçün, vaxtım keçsin deyə bir araya gəlirsə, insan Allah Azə və Cəllənin huzurunda bunun hesabını verəcəkdir. Ona görə vaxtlarımıza həris olaq, vaxtın qiymətini bilək və bilək ki, bu əzəmətli neyməti nə qədər dəyərləndirəriksə, Allah Azə və Cəllə o vaxta bərəkət verəcək. Bir şeyin bərəkəti necə hasil olur? Bir şeyə dəyər verdikcə Allah Azə və Cəllə onun bərəkətini artırar. İnsanın ömrünün bərəkəti də budur. Məsələ çox yaşamaqda deyil, çox uzun ömür sürməkdə deyil. Məsələ o ömrü necə yaşamaqdadır, onu necə qiymətləndirməkdədir. İnsan var, 100 il, 120 il yaşayır, həyatına baxırsan, həyatı boş-boş şeylərdən ibarətdir. Həyatında xeyirli bir əməl sahibi olmayıb. Adam da var ki, baxırsan, az bir ömür yaşayıb. Necə ki, İmam Navavi rahiməhullah, cəmi 45 il, 46 il ömür yaşayır. İslam ümməti üçün böyük bir kitabxana buraxıb gedibdir. 660-dan artıq kitab yazıb. Və bunun cavanlığı var, uşaqlığı var. Bunun elm öyrənməsi var. Bunun insanlara təlim keçməsi var. Dərs verməsi var, ibadəti var, yuxusu var. Bax, 660 kitab yazıb 46 illik ömrə. Həmçinin müasir, keçən əsrdə yaşamış alimlərdən Hafiz Həkəmi rahiməhullah 35 yaşında vəfat edir. Hafiz Həkəminin İslam ümmətinə buraxdığı mirası, buraxdığı kitabların sayını görsəniz, dəhşətə gələrsiniz. İnsan özü də yazdığı bütün elmlərdə, istər əqidədə olsun, istər fiqdə olsun, istər usul fiqdə, istər mirasda, istənilən elmdə yazdığı əsərlərdə şeirlə yazardı. 19 yaşında şeyxi Abdullah Qaraavi rahiməhullah ona deyir ki, artıq sən illərdir mənim yanımda elm alırsan, əqidədə səni imtihan edəcəm. İmtihana baxır əqidədə, deyir əqidəni mənə şeirlə yaz. Və Hafiz Həkəm rahiməhullah Sulləmül Vusul kitabını 200 beytdə daha o şeiri yazır, Əhl-i Sünnənin əqidəsini o şeirlə bəyan edir. 19 yaşı olur onda. Və 24 yaşında həmin kitabı şərh edir. Məaricil Qabul 3 cilddə çap olunub. Həmin kitabı bugünkü günü universitetlərdə, İslam Universitetində, aspiranturada, doktoranturada tədris olunur. Onun 24 yaşında yazdığı bir kitab. Bunu nə ilə nail olmuşdu? O alimlər buna nə ilə nail oldular? Vaxtlarını düzgün qiymətləndirməklə, vaxtlarını düzgün bölməklə, vaxtlarını zayi etməməklə. Ona görə biz də vaxtımıza həris olaq, vaxtımızı düzgün qiymətləndirək ki, Allah Azə və Cəllə bizim ömrümüzə, vaxtımıza bərəkət versin. Aqulu hədəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiru innəhu vəl-ğafurur rahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in.
وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين. Və bə'd, əziz müsəlmanlar, günümüzdə, xüsusən bu əsrdə vaxtın zay etmə yolları çoxalıbdır. Şeytanın açdığı şəhvət qapıları artdıqca insanın vaxtını zay etmə yolları da daha da artır. Və bugünkü günü vaxtı ən çox zay edən məsələlərdən biri insanın müasir cihazlarla, telefonlarda vaxtını keçirməsidir. Və bu insanın ömründən gedən vaxtlardır. Hətta orada mübah olan bir şeylərlə vaxtını keçirsə belə, ona görə Rəbbinə hesab verəcəkdir. O ki, qaldı orada haramlara baxa, haram videolara baxa, onlara görə onun hesabı daha ağır olacaq. Rəbbinə hesab verəcək. Çünki necə ki, insanın danışdığına, dilinə, əməllərinə görə hesab verir, eləcə də gözünə görə də Allah Azze və Cəlləyə hesab verəcək. Necə ki, Allah Teala Quranda buyurur ki, İnnə səm'a vəl-basara vəl-fuadə kullu zəlikə ində rabbikə məs'ul. Allah Azze və Cəllə buyurur ki, həqiqətən qulaq, göz, qəlb, bunlar hamısı Rəbbi yanında hesaba çəkiləcək. Göz gördüyünə görə hesab verəcək, qulaq eşitdiyinə görə hesab verəcək. Buna görə sən Rəbbinə hesab verəcəksən. Vaxtını o cihazlarla zay etmə. O cihazı əlinə alanda ya zəruri dünya ehtiyacını ödəmək üçün al, ya da ki, axirətinə fayda verən bir şey üçün istifadə et. Lakin onu vaxtını zay etmək üçün, vaxtım keçsin deyə istifadə edənlərdən olma. Əziz müsəlmanlar, günümüzdə vaxtı zay etmə yollarından biri də insanların söhbət məclislərinə toplaşmasıdır. İbn Qeym Rahiməhullah buyurur ki, insanların, müsəlmanların, qardaşların bir araya gəlməsi iki qismə bölünür. Birinci qism odur ki, onlar Allah Azze və Cəlləni zikr etmək üçün bir araya gələrlər. Allah Azze və Cəlləni zikr edərlər və onlar xeyir üzərindədirlər. Və Allah Azze və Cəllə onları 4 qat mükafatla mükafatlandırır. Necə ki, hədisdə bilirsiniz, gəlir ki, elm məclislərinə, zikr məclislərində olanlar üçün Allah Azze və Cəllə onların üzərinə sükunət indirər, onları rəhmət bürüyər, mələklər onları dövrəyə alar. Allah Azze və Cəllə də öz toplumunda, mələklərin öz qatında, mələklərin toplumunda onları zikr edər. Və bu xeyirli bir toplumdur. Və İbn Qeym sözünə davam edərək buyurur ki, ikinci qism isə qardaşların bir-birinə vaxtı keçirmək üçün bir araya gəlməsidir. Söhbət edib, zikirdən xali olan məclislərdir. Və deyir ki, bu məclislərin zərəri xeyrindən daha çoxdur. Bəli, insanlar müsəlman qardaşlarını görür, halını, keyfini soruşur. Lakin orada itirilən vaxtın hesabını kim verəcək? Və daha betəri, insanların məsələn işə namazından sonra, hansı ki işə namazından sonra sənin ailənin, uşaqlarının haqqıdır. Və həmin vaxtlarda insanın çöldə keçirməsi, dostlarımla vaxt keçirirəm deyərək, vaxtını çöllərdə gecə yarısına qədər zay etməsi, həm vaxtına görə hesabını verəcək, həm də ailəsinin, uşaqlarının haqqına girdiyinə görə qiyamət günü onlar da ondan haqqını istəyəcəklər. Bunun onların ziyanı, xəsarəti daha betərdir. Əziz müsəlmanlar, həmçinin vaxtı zay etmə yollarından biri bəzi insanların mübtala olduğu günümüzdə seriallar və yaxud futbola baxmaqdır. Bunlarla vaxtını zay etməkdir. Və Allah Azze və Cəlləyə buna görə hesab verəcək. Saatını, 1 saat yarımını futbolu seyr etməyə və yaxud hər hansı bir idman növünü seyr etməyə sərf edir. Amma desən ki, gündə 1 saat yarım Allahın kitabından oxu, öyrən. Deyir, ona mənim vaxtım yoxdur. Quran öyrənməyə, Quran oxumağa vaxtım yoxdur. Vaxtı ona bəxş edən Allaha vaxt ayıra bilmir. Amma onun nə dünyasına, nə axirətinə fayda verməyən, əksinə zərər verən bir şeylərə vaxtını sərf edir. Saatlarla oturub seriallara baxır, gözünü haramlara zilləyir. Və bunun hesabını necə verəcəksən? Rəbbin səndən bu vaxtın hesabını soruşanda o gün mal dövlətin, varın pulun keçmədiyi bir gündə Rəbbin o saatların, o dəqiqələrin hesabını səndən soruşanda Rəbbinə nə cavab verəcəksən? Həmçinin əziz müsəlmanlar, vaxtı zay etmə yollarından biri də bəzi insanların mübtala olduğu çox yatmaq xəstəliyidir. Yuxu, necə ki sələflər buyurur ki, yuxu vaxtı zay etmə yollarından biridir. Bəzi insanlar var,
vaxtını onlar da yuxuda zay edirlər. Saatlarla yatırlar. Qalxır, biraz gəzdikdən sonra yuxum gəlir deyir, bir də yatır. Və bunlar hamısı nədəndir? Məşğuliyyətin olmamasından, qəlbin boş olmasından, qəlbin Allah Azza və Cəlləyə bağlı olmamasındandır. Vaxtını illa da bir şeyə sərf etməklə keçirmək istəyir. İnsan vaxtının qiymətini bilməlidir. Vaxtının dəyərini bilməlidir. Ona görə də əziz müsəlmanlar, çalışıb vaxtını zəy edən insanlardan olmayaq, vaxtımızın qiymətini bilək. Və bilək ki, Allah Azza və Cəllənin huzuruna çıxdığımız zaman Rəbbimiz vaxtımızı necə keçirəcəyimiz barədə bizdən soruşanda o günü üzümüz ağ olanlardan olaq. Allah Azza və Cəllə istəyirəm ki, Allah Azza və Cəllə bizim vaxtımızı qoruyan qollarına eləsin. Allah Azza və Cəllə bizləri sözlərimizdə, əməllərimizdə ixlaslı olanlardan eləsin. Allah Azza və Cəllə bizlərin günahlarını bağışlasın. Bizi xeyir üzərində cəm olan qullarından eləsin. Allah Azza və Cəllə istəyirəm ki, Allah Azza və Cəllə xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eyləsin. İnnallaha ya'muru bil adli vel ihsani ve ita'il qurba ve yenha anil fahşai vel munkar vel baghi ya'idukum la'allakum tezekkerun. Fadhkurullaha yazkurkum veşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi ekber. Vallahu ya'lemu ma tasnaun.